Şah İsmailin Çaldıran döyüşündə Osmanlılara məğlub olmasının səbəblərini bilirdinizmi? Bəs iki nəhəng Türk imperiyası arasına nifaq toxumu səpənlərin kimliyindən necə? Xəbəriniz var idimi? Bütün bunları və daha çoxunu bilmək istəyirsinizsə, videonu bəyənib kanala abunə olmağı unutmayın. İndi isə qaldığımız yerdən davam edirik. Səfəvi hökmdarı Şah İsmail və Osmanlı Sultanı 1-ci Səlimin bir-birlərinə bəslədikləri kin-küdurət iki imperiyanın savaşını qaçılmaz edirdi. Həm də Venesiya krallığı başda olmaqla əksər Avropa dövlətləri bu iki nəhəng Türk imperiyasını qarşı-qarşıya qoyub qazanan tərəf olmaq niyyətində idilər. Çünki 16-cı əsrin əvvəllərində Osmanlı imperiyası Şərqi Avropada böyük hərbi zəfərlər əldə edib, Balkan yarımadasının böyük bir hissəsini ələ keçirmişdi. Növbəti hədəf isə xristianlıq dininin əsas mərkəzi hesab olunan Roma şəhəri idi. Vəziyyəti belə görən xristian dövlətləri Şah İsmailin sarayına elçilər göndərdilər. Avropalılar Şah İsmailin Osmanlılarla münasibətinin yaxşı olmadığını bilirdilər. Çünki İsmail həm də vaxtı ilə Otluqbeli savaşında Osmanlılara ağır şəkildə məğlub olmuş Uzun Həsənin qız nəvəsi idi. Buna görə də Venesiya krallığı hər fürsətdə İsmaili babasının qisasını almağa təhrik edirdi. Avropalı səfirlər Səfəvilər Osmanlı ilə müharibə edəcəyi halda onlara odlu silah verməyi vəd etdilər. Paralel olaraq digər bir qrup da Osmanlı Sultanı Səlimin sarayına yollanaraq onu Səfəvilərlə müharibəyə təhrik edirdi. Beləcə Avropalı diplomatların məkirli planı ilə qısa vaxt ərzində iki türk fatehi bir-birinə qənim kəsilmişdi. Bunu Şah İsmail və Sultan Səlimin bir-birinə yazdıqları həqarət dolu məktublarında da görmək olar. Artıq döyüş yaxınlaşırdı. Hər iki tərəf çoxdan gözlənilən müharibəyə hazırlıq görürdü. Səfəvi ordusu tam şəkildə döyüş hazırlığına gətirilmişdi. Lakin Qızılbaş ordusunda çatışmayan bir şey vardı: odlu silah. Şah İsmail ordusunun bu geriliyini aradan qaldırmaqda Avropalılara güvənirdi. Onlar Aralıq dənizi vasitəsilə Səfəvilərə döyüş topları və tüfənglər gətirməli idi. Lakin Avropalılar gözlənilən döyüşə az bir müddət qalmış, sözlərinin üstündə durmadılar və nəticədə Şah İsmailin ordusu odlu silahsız qaldı. Sultan Səlim 1514-cü ilin yazında odlu silahlarla təchiz olunmuş 100 minlik ordusu ilə Səfəvi torpaqlarına doğru hərəkətə başladı. Bu dövrdə Qızılbaşların Anadolu ərazisində xeyli tərəfdarları var idi. Bu da Sultan Səlimi narahat edirdi. Ona görə də Osmanlı Sultanı yolüstü Anadoludakı Səfəvi tərəfdarlarını təqib etmək qərarına gəldi. Bu gedişlə Sultan Səlim Anadoluda 40 min Qızılbaş tərəfdarını qılıncdan keçirdi. Bu həm də İsmaila gözdağı vermək idi. Səlimin ordusu 1514-cü ilin yayında Səfəvilərin nəzarətində olan Maku şəhərinin yaxınlığındakı Çaldıran düzünə yetişdi. Burada onları Şah İsmailin 60 minlik ordusu gözləyirdi. Osmanlı qüvvələrinin sayı Səfəvilərin ordusundan xeyli çox idi. Amma bu Şah İsmaili narahat etmirdi. Hər iki ordu döyüşdən bir neçə gün əvvəl gözləmə mövqeyində durub ərazinin relyefinə bələd olmağa çalışırdı. Tarixçi İskəndər bəy Münşi yazır ki, döyüşdən bir neçə gün əvvəl Səfəvilərin kəşfiyyat birlikləri xəbər gətirərək gecə qəfil hücum edib Osmanlı ordusunu darmadağın etmək üçün fürsətin olduğunu bildirdilər. Lakin Şah İsmail mən karvanbasan quldur deyiləm, Allah nəyə qərar veribsə o da olacaq deyərək bu təklifi rədd edir. 1514-cü ilin 23 avqustunda Çaldıran düzündə o dövrün iki nəhəng Türk imperiyasının orduları üz-üzə dayanmışdı. Səhər saatlarında başlanan döyüş axşama kimi davam etdi. Osmanlı ordusunun sağ cinahına Anadolu bəylərbəyi Sinan Paşa, sol cinahına isə Rumeli bəylərbəyi Həsən Paşa komandanlıq edirdi. Bir-birinə zəncirlə bağlanmış toplar və piyada dəstələri mərkəzdə yerləşdirilmişdi. Döyüşdə iştirak etməyən Sultan Səlim hündür təpənin üstündə dayanıb gedişatı seyr edirdi. Səfəvi ordusu əsasən ağır silahlı süvarilərdən ibarət idi. Onları isə döyüşdə yüngül silahlı atlılar dəstəkləyirdi.
nə piyada dəstələri, nə topu, nə də odlu silahı olan Səfəvi ordusunun sağ cinahına Durmuş xan Şamlı, sol cinahına isə Məhəmməd xan Ustacılı komandanlıq edirdi. Ordusunun mərkəzinə komandanlıq edən Şah İsmailin planı sürətli hərəkət edib Osmanlı topları işə düşməmiş məsələni həll etmək idi. Döyüşün gedişində Osmanlı piyada birliklərinin ilk hücumunu uğurla dəf edən qızılbaşların bir hissəsi Şah İsmailin əmri ilə əks hücuma başladı. Başlanğıcda Osmanlı birliklərinin pərən-pərən düşdüyünü görən Şah İsmail bütün ordusunu hücuma cəlb etdi. Bu həmlə zamanı Məhəmməd xan Ustacılı həlak oldu. Əbdülbaqi xanın rəhbərliyindəki qızılbaş piyadaları isə Sinan Paşa tərəfindən geri çəkilməyə məcbur edildilər. Geri çəkilən qüvvələr Şah İsmailin ətrafında birləşib yenidən hücuma keçdilər. Mərkəzdə mövqe tutan Şah İsmailin qüvvələri də top və tüfənglərin təsirli atəşi qarşısında geri çəkilməyə məcbur oldu. Bundan sonra Səfəvi şahı Osmanlı ordusunun sol cinahına hücum etmək qərarına gəldi. Burada Osmanlı ordusuna Əli bəy Malkoçoğlu və Turali bəy Malkoçoğlu qardaşları rəhbərlik edirdi. Bu iki qardaş təkbətək döyüşdə Şah İsmail tərəfindən öldürüldülər. Bundan sonra Osmanlıların daha güclü bölmələrinin üzərinə yerimək qərarına gələn Şah İsmail Həsən Paşanın komandanlığındakı Rumeli ordusunun üzərinə yürüdü. Şahın sürətli hücumu nəticəsində Osmanlı ordusu toplarından lazımi qədər istifadə edə bilməmişdi. Döyüşün gedişində Həsən Paşa qızılbaşlar tərəfindən öldürüldü və Osmanlı ordusunun bu cinahı Sultan Səlimə doğru qaçmağa başladı. Şah İsmaildən fərqli olaraq özü şəxsən döyüşdə iştirak etməyən Səlim bu cinaha yardım üçün əlavə qüvvələr göndərdi. Osmanlı sol cinahına qarşı ilkin uğurdan sonra İsmail qüvvələrinin mərkəzə doğru hərəkət etməsinə qərar verdi. Bu zaman Sultan Səlimin piyada birlikləri mərkəzdə, silah arabalarının arxasında yerləşdirilmişdi. Səfəvilər irəlilədikcə Osmanlıların piyadaları topların dəstəyi ilə tüfənglərdən atəş açmağa başladılar. Əsasən süvarilərdən ibarət olan Səfəvi qoşunu odlu silahlardan açılan davamlı atəşlərə tab gətirmədi. Bu həmlədən sonra döyüşdə üstünlük Osmanlı ordusuna keçdi. Savaş meydanının mərkəzində Səfəvilər xeyli itki verdilər. Beləliklə odlu silahlar döyüşün müqəddəratını həll etdi. Bundan sonra həlledici hücuma keçən Osmanlı ordusu Səfəvi ordusunu ağır məğlubiyyətə uğratdı. Məğlub olduğunu görən İsmail yaralı halda döyüş meydanını tərk edib ölkənin içərilərinə doğru geri çəkildi. Daha sonra Səfəvi imperiyasının paytaxtına doğru hərəkət edən Osmanlı imperiyası Xoy, Mərənd və Təbriz şəhərlərini ələ keçirdi. Lakin Səfəvilərin əks həmlə etməsindən ehtiyat edən Sultan Səlim ordusu ilə İstanbula qayıtmaq qərarına gəldi. Həm də Osmanlı ordusunun sıralarında yer alan Bektaşi sufilərinin narazılıqları Sultanın geri qayıtmasına səbəb olmuşdu. Çaldıran döyüşündə Səfəvilər Məhəmməd xan Ustacılı, Hüseyn bəy Şamlı, Sarı Pirə Ustacılı, Xadim bəy Xülafə kimi önəmli sərkərdələrini itirdilər. Tarixçi Şərəf xan Bitlisi Şərəfnamə əsərində Səfəvilərin bu döyüşdə 5000 süvari itirdiklərini qeyd edir. Osmanlıların döyüşdəki itkiləri isə Səfəvilərdən 2 dəfə az idi. İki nəhəng Türk imperiyasını qarşı-qarşıya qoyan bu savaş iqtisadi baxımdan ən çox Osmanlı dövlətinə fayda verdi. Belə ki, onlar İpək yolunun Anadoludan keçən hissəsinə nəzarəti ələ keçirdilər. Lakin bu müharibə Osmanlıların Avropadakı hərbi yürüşlərini bir qədər ləngitdi. Bu da ən çox Venesiya krallığı başda olmaqla xristian dövlətlərinə sərf edirdi. Çaldıran döyüşündə Osmanlı imperiyası qələbə qazansa da, Şərqi Anadolu istisna olmaqla Səfəvilərin ərazilərində möhkəmlənə bilmədi. Amma Çaldırandakı məğlubiyyət Səfəvi imperiyasının hərbi siyasi nüfuzuna ağır zərbə vurdu. Bu uğursuzluqdan sonra Şah İsmail ömrünün sonuna kimi heç bir hərbi əməliyyata qatılmadı və 1524-cü ilin 23 mayında Təbrizdə vəfat etdi.